Ötən ilin dekabrında vəzifəsindən uzaqlaşdırılan Nəsimi rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan İbrahimovu kimin əvəz edəcəyi məlum olub. Xəbərlər paylaşılır ki, icra başçısının səlahiyyəti müvəqqəti olaraq 1-ci müavin Gülarə Verdiyevaya tapşırılıb. Gülarə Verdiyeva Nəsimi rayon İcra Hakimiyyətindən əvvəl Bakının eyni rayonunda fərqli məktəblərdə direktor vəzifəsində çalışıb. 2013-cü ildə isə Nəsimi rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin təyin edilib. 2017-ci ildən isə fəaliyyətini 1-ci müavin kimi davam etdirir. Onu da xatırladım ki, Elxan İbrahimov, yəni bundan əvvəlki icra başçısı cəmi 47 gün ərzində icra başçısı postunda oturdu. Yayılan məlumatlarda bildirildi ki, o bu 47 gün ərzində Nəsimi rayonu ərazisində fəaliyyət göstərən iş adamlarından, biznesmenlərdən 100-200 min manat rüşvət istəmişdi və buna görə də prezidentin sərəncamı ilə vəzifəsindən kənarlaşdırıldı. İndi onu bu posta əvəz edən qadını da hər halda müşahidə edəcəyik. Baxaq görək, bəzən belə deyirlər, qadınların iştahı da diş altında olur.